Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 5-ci sinif Azərbaycan dili dərsliyinin 1-ci hissəsindəki dərslərimizə davam edirik. Artıq səhifə 14-dəyik, 3-cü fəslə keçdik. Buradakı bədii mətnimizin adı Jean Valjean'dır. Əvvəlcə burada məlumat var, onu oxuyaq. Siz 4-cü sinifdə Gavroş və Kozetta hekayələri ilə tanış olmusunuz. Bu hekayələr məşhur fransız yazıcısı Victor Hugo'nun Səfirlər romanından parçalardır. Romanın əvvəlində müəllif oxucunu əsərin baş qəhrəmanı Jean Valjean'la tanış edir. Aşağıda həmin hissəni təqdim edirik. Şəhərin küçələri ilə bir qərib yolçu addımlayırdı. Hamı ona təşvişlə baxırdı. Orta boylu, enli kürək, qüvvətli bir adam idi. 45-46 yaşı olardı. Baxışından sərtlik, cəsarət və yorğunluq yağırdı. Üzü günəşdən qaralmışdı. Çiynində köhnə çanta vardı. Yolçu mehmanxanaya daxil olub qalmaq üçün yer istədi. Mehmanxana sahibi yolçunun sarı rəngli pasportunu görəcək dedi. Cənab, siz buranı tərk etməlisiniz. Nə üçün? Yoxsa qorxursunuz ki, pul vermərəm? Mənim pulum var. Artıq söz lazım deyil, gedin buradan. Yolçu başını aşağı salıb oradan çıxdı. Kilsənin qarşısında daş skamyada uzandı. Kilsədən çıxan qoca qadın soyuqda skamyada uzanan adamı görüncə xəbər aldı. Sizin yatmağa yeriniz yoxdur? Yox, mən bütün qapıları döydüm, hər yerdən qovdular. Qadın yaxınlıqdakı evi göstərdi. O qapını döydünüz, deyə soruşdu. O axşam şəhərin yepiskopu cənab Miriel qonaq otağında oturmuşdu. Xidmətçi qadın şam yeməyi üçün süfrə hazırlayır, bugün eşitdiklərini yepiskopa danışırdı. Bugün bazarda danışırdılar ki, şəhərdə şübhəli bir adam peyda olub. Zahirən quldura bənzəyir. Deyirlər ki, bu gecə hər kəs ayıq olmalı, qapıları içərdən bağlamalıdır. Bizim evin qapısı isə həmişə açıq olur. Monsenyor, sizin adətinizdir, gecə yarısı da qapını döyən olsa buyurun deyirsiniz. Bu zaman kimsə qapını bərk döydü. Yepiskop buyurun dedi. Yolçu qapını açıb içəri daxil oldu. Qocaya baxıb uca səslə dedi. Mənim adım Jean Valjean'dır. Katorqadan gəlirəm. Sizdə gecələməyə yer olar? Mənim pulum var. Madam Maglar, süfrəyə bir dəstə də qab qoyun, yepiskop dedi. Yolçu təəccübləndi. Dayanın, deyəsən məni anlamadınız. Mən Katorqadan gəlirəm. Dustaq idim. Bir parça çörək və gecələmək üçün tövlədə yer istəyirəm. Haqqını artıqlaması ilə ödəyərəm. Madam Maglar, küncdəki çarpayıya təmiz mələfə salın deyə yepiskop xidmətçi qadına baxdı. Daha sonra üzünü yolçuya tutub davam etdi. Oturun cənab, isinin. Bu saat şam edərək. Cənab, siz yaxşı adamsınız. Mənə nifrət etmədiniz, mənə yer verdiniz. Gecə yarısı Jean Valjean oyandı. O çox istirahət etməyə alışmamışdı, yata bilməyib, düşünməyə başladı. Axşam süfrəyə qoyulmuş gümüş çəngəl bıçaq ona rahatlıq vermirdi. Xidmətçi qadın onları şkafa qoyanda görmüşdü. O düz bir saat tərəddüd və şübhə içində qaldı. Onda daxili mübarizə gedirdi. Sonunda iti addımlarla şkafa yaxınlaşdı. Gümüşlərin qoyulduğu səbəti götürüb otaqdan çıxdı. Ertəsi gün yepiskop bağçada gəzirdi. Madam Maglar'ın həyəcanlı səsi gəldi. Monsenyor, o adam gümüşləri oğurlayıb. İndi nə ilə yemək yeyəcəksiniz? Elə bu zaman qapı döyüldü. Kəndarda 3 nəfər jandarm və Jean Valjean dayanmışdı. Jandarmlar ağızlarını açmamış yepiskop üzünü Jean Valjean'a tutub dedi. Cənab Jean Valjean, sizi görməyimə çox şadam. Gümüşləri sata bildinizmi? Bəs şamdanları niyə götürməmisiniz? Kiçik jandarm zabiti dedi. Monsenyor, demək bu adam düz deyirmiş. Gümüşləri siz özünüz ona vermisiniz? Əlbəttə, bəs siz nə fikirləşdiniz? Yoxsa elə bilirdiniz oğurluyub? Xahiş edirəm, onu dərhal buraxasınız. Jandarmalar Jean Valjean'ı buraxdılar. Yepiskop təəccübdən donub qalmış Jean Valjean'a yaxınlaşıb dedi. Dostum, gedərkən şamdanlarınızı da götürün. Unutmayın, mənə söz vermişdiniz ki, bu gümüşləri namuslu adam olmaq üçün sərf edəcəksiniz. Bəli, mətni oxuduq. İndi söz boğçasında sözlər var. O sözlərin izahını lüğətdən gəlin tapaq. İlk sözümüz qərib idi, sifətdir. Yad yerdə olan, qürbətdə yaşayan, gəlmə deməkdir. Cümlədə də işlənib. Qərib yolcu salam verib kəndə gedən yolu soruşdu. Növbəti sözümüz yepiskopdur. O da buradadır. İsimdir. Xristianlıqda ali ruhani rütbəsi, müəyyən inzibati ərazinin xristian rəhbəri. Cümlədə şəhərin meri heç vaxt yepiskopun sözündən çıxmırdı. Növbəti sözümüz katorqadır. Buradadır. İsimdir. Sürgün edilmiş cinayətkarlar üçün icbari iş yeri.
cümlədə xəbər gəldi ki, Dusta katorqadan qaçıb. Növbəti sözümüz jandarmdır. Jandarm isimdir, hərbiçi polis deməkdir. Nümunə, jandarmlar küçələri gəzərək ordudan qaçmış fərariləri axtarırdılar. Növbəti sözümüz monsenyordur. O da buradadır. İsimdir, Xristian Katolik kilsəsində yüksək vəzifəli ruhaniyə müraciətdir. Və son sözümüz kandar. O da buradadır. İsimdir, qapı ağzı, astana deməkdir. Nümunədə səhər qapını açanda gördüm ki, bozlar kandarda məni gözləyir. İndi bir A tapşırığına baxırıq. Mətnə əsasən aşağıdakı sözlərin mənasını verilmiş izahlarla uyğunlaşdırın. Artıq biz o sözlərin izahlarını oxuduq. İndi onları birləşdirək. Katorqa deməli sürgün edilmiş cinayətkarlar üçün icbari iş yeridir. Monsenyor Xristian Katolik kilsəsində yüksək vəzifəli ruhaniyə müraciətdir. Yepiskop xristianlıqda ali ruhani rütbəsidir. Jandarm ölkə daxilində və orduda fəaliyyət göstərən polis deməkdir. B tapşırığına baxırıq. Kontekstdə əsasən mehmanxana sözünü izah edin. Daha sonra aşağıdakı sözlərin izahından istifadə edərək mehman sözünün mənasını müəyyənləşdirin. Baxaq mətndə mehmanxana sözü harda yazılmışdı? Buradadır, baxın. Yolçu mehmanxanaya daxil olub qalmaq üçün yer istədi. Deməli, qalmaq üçün yer istəyirsə, deməli, mehmanxana qonaqların, şəhərə gələn qonaqların qalması üçün olan yerdir. Və burada deyir ki, digər sözlərin də mənasını müəyyənləşdir. Daha doğrusu mehman sözünün. Əvvəlcə bu sözlərin izahına baxaq. Xəstəxana xəstələrin müalicə olunduğu yerdir. Kitabxana ümumi istifadə üçün kitabların saxlandığı yerdir. Mehmanxana da dedik ki, qonaqların qaldığı, gecələdiyi yerdir. Deməli, mehman sözü özü isə qonaq deməkdir. Və burada soruşur ki, sizcə xana şəkilçisi qoşulduğu sözə hansı mənanı verir? Xəstəxana sözü xəstələrin müalicə olunduğu yer, kitabxana kitabların saxlanıldığı yer, mehmanxana qonaqların qaldığı yerdirsə, deməli biz başa düşürük ki, xana sözü yer mənasını bildirir. İndi isə keçirik səhifə 16-ya 2A tapşırığında. Deyir ki, nə üçün mehmanxana sahibi sarı pasportu olan Jan Valjeana yer vermədi? Sizcə sarı pasport nəyə işarədir? Jan Valjean cinayətkar idi, o həbs edilmişdi, ömrünün neçə ilini katorqada keçirmişdi. Həmin dövrdə belə insanlara sarı pasport verirdilər. Sarı pasportlu insanları cəmiyyət qəbul etmirdi. Sarı pasport sanki onları tanıtmaq üçün nişan idi. B-də deyir ki, mətnin birinci abzasını Jan Valjeanın təsvirini oxuyun. Bu təsvir sizdə obraz haqqında hansı təəssürat yaratdı? Birinci abzası oxuyuruq. Şəhərin küçələri ilə bir qərib yolçu addımlayırdım. Hamı ona təşvişlə baxırdım. Orta boylu, enli kürək, qüvvətli bir adam idi. 45-46 yaşı olardı. Baxışından sərtlik, cəsarət və yorğunluq yağırdı. Üzü günəşdən qaralmışdı. Çiynində köhnə çanta vardı. Bizdən soruşur ki, bu təsvir obraz haqqında hansı təəssüratı yaratdı? Biz bu təsvirdən onun xarici görünüşünü bilə bildik. Artıq boyunu, orta boyludur, enli kürəklidir, qüvvətlidir. Hətta yaşını da bizə deyir 45-46 yaşı olar. Baxışında sərtlik, cəsarət və yorğunluq yağırdı. Üzü isə günəşdən qaralmışdı, çiynində də köhnə çanta var idi. Yəni biz buradan başa düşürük ki, o uzun bir yol gəlmiş, qərib bir insandır, yorulubdur. Günəş onun rəngində qaraldıbdır və xarici görünüşü haqqında da təəssürat yarandı bizdə. C-də deyir ki, cənab Miriel haqqında nə deyə bilərsiniz? Onun zahiri görünüşünü təsvir edən kiçik mətn yazın. Biz mətndə cənab Mirielin yaşlı olduğunu oxuduq və onun davranışlarından onun mehriban, nur üzlü olduğunu təsəvvür etmək mümkündür və bu cür yaza bilərik ki, cənab Miriel şəhərin yepiskopu idi, artıq yaşlaşmışdı, əynindəki ağ pencəyi ağarmış saçları ilə uyarlıq yaradırdı.
Onun üzündən təbəssüm əksiyi olmazdı. Mehriban baxışları ilə insana rahatlıq gətirirdi. Burada qlossaridə yenə termin izahı var. Obrazın xarici görünüşünün təsviri bədii portret adlanır. Bədii portret oxucuda obraz haqqında təsəvvür yaradır. Biz təsvir incəsənətdən də artıq portretin nə olduğunu bilirdik. İnsan rəsmi portret adlanırdı. Amma xarici görünüşün təsviri mətnlərdə onun xarici görünüşün təsviri, yəni yazı şəklində olan isə deməli bədii portret adlanır. İndi Ç-də deyir ki, sizcə Jean Valjean cənab Myrielin etimadını doğruldacaqmı? Təxəyyülünüzə əsasən hadisələrin davamı ilə mətn qurun və nəql edin. Bəli, düşünə bilərik ki, Myrielin ona qarşı elədiyi yaxşılıqlardan sonra Jean Valjean da onun etimadını doğruldar, səhvlərini düzəltmək və yaxşı insan olmaq üçün çalışar. Və davam elədirə bilərik bu cür mətni. Jean Valjean gecəni səssiz və düşüncəli keçirdi. Cənab Myrielin ona göstərdiyi mərhəmət və inam onu dərindən təsirləndirmişdi. Səhər açılanda o qərar verdi ki, artıq köhnə həyatına qayıtmayacaq. Şəhəri tərk edərək başqa bir ölkəyə getdi. Adını dəyişdi və yeni bir həyat qurdu. O kasıblara kömək edir, yetim uşaqlara sahib çıxırdı. Hər gün etdiyi yaxşılıqlar cənab Myrielin verdiyi ikinci şansın dəyərini göstərirdi. O artıq cəmiyyətə faydalı bir insan olmuşdu və bu da onun Myrielin etimadını tam doğrultduğunu sübut edirdi. Siz də öz təxəyyülünüzə əsasən mətni davam etdirə bilərsiniz. İndi isə dinləməmiz var. Dinləyək əvvəlcə, sonra isə sualları cavablandıraq. Madlen, ikinci hissə. 1815-ci ilin sonlarında Monrealda bir qərib peyda oldu. Bu şəhərdə onu tanımırdılar. Buraya bir dekabr axşamı kürəyində torba, əlində əsa gəlmişdi. O gələndə bir evdə yanğın baş vermişdi. Şəhər idarəsi yanırdı. Bu adam təhlükəni nəzərə almayaraq özünü odun içinə atmış, jandarm kapitanının uşaqlarını xilas etmişdi. Yanğında onun torbası, içindəki sənədləri də yanmışdı. Bundan sonra o, Monrealda yaşamağa başladı. Hamı ona Madlen deyirdi. Monrealda qədimdən daş kömür və qara şüşədən bəzək əşyaları hazırlanırdı. Cənab Madlen bəzək məmulatlarının istehsalında yeniliklər etdi. Bu yeniliklər böyük bir sənaye inqilabına səbəb oldu. 3 il ərzində o, varlı bir adama çevrildi. Madlenin kəşfi sayəsində isə Monreal iri ticarət mərkəzi oldu. Madlen dalğın baxışlı və mərhəmətli bir adamdı. Hər kəsi işə götürür, işçilərindən yalnız namuslu olmağı tələb edirdi. O, şəhər yoxsullarına 1 milyon frank xərcləmişdi. Xəstəxananı böyütmüş, qızlar üçün 2 məktəb tikdirmiş. Qoca və şikəst fəhlələr üçün pulsuz aptek də açmışdı. 1821-ci ildə qəzetlər yepiskop Myrielin 82 yaşında vəfat etdiyini yazdılar. Ertəsi gün cənab Madlen qara paltar geyinib, şlyapasına matəm lenti taxaraq şəhərdə göründü. Adamlar onun yas saxlamasının səbəbini soruşanda demişdi. Gəncliyimdə onun yanında xidmət etmişəm. İndi isə sualları cavablandıraq. Bizə soruşur ki, sizcə hamının Madlen kimi tanıdığı şəxs əslində kimdir? Uyğun epizodlara istinad etməklə cavabınızı əsaslandırın. Və sonra soruşur ki, Madlen şəhər cəmaatı tərəfindən nə üçün sevilirdi? Madlen əslində elə, əgər sizə diqqət etsəz, bilmək olur ki, Jean Valjean'dır. Çünki orada da həmin mətndə də qərib olduğu deyilir. Necə ki, bundan əvvəl oxuduğumuz mətndə də deyilmişdi ki, şəhərdə qərib bir adam var idi, çiynində çanta var idi. Burada da o qeyd olunur. Və sonra hansı epizoddan dəqiq bilə bilərik ki, o Jean Valjean'dır. Sonda deyilir ki, yepiskopun ölümündən sonra o yas saxlayır və deyir ki, gəncliyimdə ona xidmət etmişəm. Məhz bu epizoddan biz başa düşürük ki, elə o Jean Valjean'dır və yanğında da sənədləri yanır. Artıq ondan sonra adını dəyişir, Madlen kimi tanınır və deyir, nəyə görə
şəhər cəmaəti tərəfindən sevilirdi. Biz mətndə dinlədik ki, o insanlara yaxşılıq edirdi, kasıblara yaxşılıq edirdi. Onlar üçün pulsuz aptek tikdirmişdi, qızlar üçün məktəb açdırmışdı və s. bir sıra yaxşılıqlar etdiyinə görə də insanlar tərəfindən sevilirdi. B-də müzakirə var. Deyir, sizcə Jean Valjean'ın uğur qazanmasında hansı hadisə böyük rol oynadı? Seçiminizi edin və fikrinizi əsaslandırın. Cənab Myriel onun səhvini bağışlayır və ona inandığını söyləyir. Yanğında sənədləri, yəni sarı pasportu yanır, yeni adla həyata davam edir. Hər iki fikri seçmək olar və hansısa fikri seçiriksə onu əsaslandırmalıyıq. Nə üçün bu fikri seçirik? Məsələn, birinci fikri seçiriksə deyə bilərik ki, cənab Myrielin ona güvəndiyini gördü və buna görə də bundan sonra onun güvənini boşa çıxarmamaq üçün yaxşı adam olmağa başladı, pis əməllərinə son qoydu və bu da onun uğur qazanmasına səbəb oldu. İkincidə deyir, yanğında sənədləri, yəni sarı pasportu yanır, yeni adla həyata davam edir. Bu fikri seçiriksə deyə bilər ki, əvvəl o sarı pasportuna görə çəkinirdi və pis əməllərinə davam edirdi. Artıq pasportu yandıqdan sonra düşündü ki, bu onun üçün səbəb ola bilər yeni həyata başlamağa, yeni adla yeni həyata başladı və bu da onun uğur qazanmasına səbəb oldu. C-də deyir, cənab Myriel ilə tanışlıqdan əvvəl və sonraki Jean Valjean'ı müqayisə edin. Cənab Myrieldən əvvəl o səfil həyat sürürdü, uğurçuluqla məşğul idi, pis əməlləri var idi, ona görə dustaq həyatı yaşamışdı. Amma Myrielin ona elədiyi böyük yaxşılıqdan sonra o artıq tamamilə dəyişdi və pasportu da yandığına görə yeni adla yeni həyata başladı və insanlara yaxşılıq etməyə başladı, uğur qazandı. Bu cür müqayisə edə bilərik. C-də deyir, aşağıdakı aforizmi mətnin əsas ideyası ilə əlaqələndirin, öz fikirlərinizlə genişləndirib şərh edin. İnsanı inkişaf etdirən və tərbiyələndirən yaşadığı cəmiyyət və mühitdir. İnsan bir fərd olaraq yaşadığı cəmiyyətin övladıdır. Müəllif Turner. Deyir, mətnin ideyası ilə əlaqələndir. Bəli, biz mətndə gördük ki, cənab Myrielin etdiyi əməllər, ona etdiyi yaxşılıqların nəticəsində Jean Valjean tamamilə dəyişdi, yaxşı bir insan oldu. Bəlkə də o, cənab Myriel ilə rastlaşmasaydı, yenidən o həyatına davam edəcəkdi. Amma cənab Myriel ilə tanışlıqdan sonra başqa bir insanla, cəmiyyətdə olan başqa bir insanla tanışlıq onun tamamilə dəyişməsinə səbəb oldu. Və bu da aforizmdən də bu nəticəyə gəlirik ki, ətrafdakı insanlar bizə təsir edir. Ona görə çalışmaq lazımdır ki, yaxşı insanların əhatəsində olaq, onlardan yaxşı şeylər götürə bilək özümüz üçün. Əgər bir insanın ətrafında pis insanlar varsa, təbii ki, o da yavaş-yavaş onlara bənzəyəcək. Amma yaxşı insanlar, xeyirxah insanlar varsa, o da onlara bənzəyəcək təbii ki. Keçdik, burada yazı tapşırığı var. 4A-da deyir, aşağıdakı təlimata əsasən hekayə qurun. Təsəvvür edin ki, hekayənin qəhrəmanı səhv etmiş, lakin sonradan səhvini anlayıb dəyişmək istəyən bir şəxsdir. Giriş verilib, obrazları təqdim edin. Hadisələrin baş verdiyi yeri təsvir edin. Əsas hissədə qəhrəmanın dəyişməsinə səbəb olan hadisəni təsvir edin. Sonluqda qəhrəmanın taleyindəki dəyişikliyi təsvir edin. Əslində biz oxuduğumuz mətn də buna uyğundur. Biz amma fərqli bir mətn qurmalıyıq. Buradakı təlimatlara uyğun siz özünüz mətn qurmalısınız. Mən nümunə üçün bir mətn deyəcəm. Amma siz təbii ki, özünüz mətn qurmalısınız fərqli şəkildə. Ağaxan 11 yaşlı, bacarıqlı, lakin bəzən özünü hamıdan ağıllı sayan bir uşaq idi. Onun ən yaxın dostu Qulu isə səbirli və diqqətli bir oğlan idi. Onlar eyni sinifdə oxuyurdular. Bir gün müəllimə şagirdlərə qrup işi verdi və dedi ki, hər kəs öz vəzifəsini yerinə yetirməlidir. Ağaxan və Qulu eyni qrupda idilər. Qulu plan hazırlayırdı, amma Ağaxan onun fikirlərinə qulaq asmadan mən hər şeyi daha yaxşı bilirəm deyib tək başına işi gördü. Nəticədə təqdimat zamanı bir çox məlumatlar səhv idi və müəllimə qrupa aşağı qiymət verdi. Ağaxan peşman oldu.
O quludan üzr istədi və anladı ki, hər şeyi tək etmək nə ağıllılıqdır, nə də düzgünlük. O gündən sonra Ağaxan dostlarını dinləməyi, əməkdaşlıq etməyi və səhvini qəbul etməyi öyrəndi. Bu, onun üçün vacib bir dərs oldu. Keçirik səhifə 17-yə. K samitinin deyilişi və yazılışı. 5 adə deyir ki, verilmiş söz və söz birləşmələri səsləndirin. K samitinin tələffüzünə diqqət edin. Kobud, sakit. Hər ikisində K kimi səsləndi. Yazaq hətta. Deməli, burada K kimi səsləndi. Diktor, komanda. Burada isə K kimi səsləndi. Deməli, K necə yazılır? K iştirik şəklində yazılır. Hikkə, sürüşkən sözlərində isə G kimi səsləndi. Yemək masası, xörək çəkmək. Burada isə X iştirik kimi səsləndi. Liderlik etmək, ürək ağrısı. Burada isə Y kimi səsləndi. Yadda saxla ki, hərfi işləndiyi sözdən asılı olaraq müxtəlif səslər ifadə edir. Məsələn, K, kitab, təbrik. Bunların hər ikisində K kimi səsləndi. K, yəni K iştirik K deməkdir. Kosmos, park. G, bitki, ötkəm. X iştirik məktub, çörək. X iştirik samiti ilə bitən sözlərə saitlə başlanan söz əlavə etdikdə bu samit Y kimi səslənir. Çiçək ətri, kəklik otu. Yəni bu sözlər, məsələn, çiçək, kəklik sözləri tək gəldikdə X iştirik səsini verir. Sondakı K səsi, K hərfi. Amma ondan sonra saitlə başlanan söz əlavə olunub deyə Y səsini verir. İndi B tapşırığında deyir, verilmiş sözləri orfoepik normalara uyğun yazmaqla cədvəl üzrə qruplaşdırın. Qlosaridə sözlərin düzgün tələffüzü orfoepik norma adlanır. Yazılıbdır. Yəni orfoepik norma termininin izahı verilib ki, bu düzgün tələffüzü bizə öyrədir. Orfoqrafiyada düzgün yazılır, orfoepiyada isə düzgün tələffüz olur. Bizə deyir, cədvəl üzrə qruplaşdırın. Baxırıq ki, burada kompot K səsini verir. Üzərində də qeyd olunub K iştirik, yəni K deməkdir. Əmlakda heç nə yoxdur, deməli K səsidir. Dilək X iştirik. Pişik otu Y səsini verir burada. Sürtgü G səsini verir. İndi kələm sözü K səsini verir. Ona görə burada yazılmalıdır. Yəni cədvəlin ikinci sütunda yazılmalıdır. Ona görə 2 yazıram. Üzük sözündə isə X iştirik səsini verir. Üçüncüdə yazılmalıdır. Konsert sözündə K səsini verir. Birincidə yazılmalıdır. Çiçək sözündə də X iştirikdir. Üçüncüdə yazılacaq. Ləçək sözündə də X iştirikdir. Bu da üçüncüdə yazılacaq. Keçi sözündə K səsini verir. 2-yə uyğundur. Tank sözündə K səsini verir. 1-ə uyğundur. Döşək üzü. Burada artıq Y səsini verir. Çünki ondan sonra sait gəlibdir. Deməli, biz bunu 4-cüdə yazacaq. Seçki. Burada isə qoşa, hər hansı bir samitlə qoşa gələndə G səsini verir. Burada da Ç hərfi ilə birlikdə gəlib. Ona görə G səsini verir. 5-ci yerə yazacaq. Konfetdə K səsini verir. 1-ciyə uyğundur. Kəndirdə K səsini verir. 2-ciyə uyğundur. Səpkidə burada da qoşa samitlə gəlib. Ona görə G səsini verir. Səpki deyirik. 5-ciyə uyğundur. Kağız K səsidir. 2-ci. Bilək X iştirik. Sonda gələndə X iştirik olur. 3-cüyə uyğundur. İtki samitlə qoşa gəlib G səsini verir. Kapitan K səsini verir. Ürək açan burada ondan sonra sait gəldiyinə görə Y səsini verir. 4-cüyə uyğundur. Kirpi K səsini verir. 2-yə uyğundur. Kaktus K səsini verir. Çörək otu yenə sait gəldiyinə görə Y səsini verir. 4-cüyə uyğundur. Örnək sonda gəlir və ondan sonra heç nə gəlmir. Ona görə X iştirik səsini verir. 3-cüyə uyğundur. X iştirik samiti ilə bitən sözlərə saitlə başlanan şəkilci artırdıqda K hərfi Y hərfi ilə əvəzlənir. Müqayisə et. Ürək, ürəyə, təbrik, təbrikə. Deməli, görürük ki, ürək sözündə tək ürək olanda sondakı K X iştirik kimi tələffüz olunur və buna sait artıranda K Y-yə keçir. Amma təbrik sözündə K olduğu kimi qalır, yəni tələffüzdə də K kimi tələffüz olunur və buna saitlə başlanan şəkilçi artıranda görürük ki, elə K olduğu kimi qalıb dəyişməyib. Yəni əgər X iştirik kimi tələffüz olunursa həmin sözdəki K,
O zaman saitlə başlayan şəkilçə artıranda K Y-yə keçir. Əgər elə K kimi tələffüz olunursa, olduğu kimi qalır saitlə başlayan şəkilçə artıranda. C-də deyir, nöqtələrin yerinə uyğun hərf yazmaqla cümlələri köçürün. Səidə çiçəkləri dibçəyə qoydu. Çiçəkləri olur, dibçəyə olur. Ümumiyyətlə, samitlə başlayan şəkilçə artıranda K olduğu kimi qalır. Amma saitlə başlayan şəkilçə artıranda bəzilərdə Y-yə keçir. Yəni X kimi tələffüz olunanlarda Y-yə keçir, K kimi tələffüz olunanlarda olduğu kimi qalır. Ananın tədbirdə iştirakı hamını kövrətdi. Burada K olduğu kimi qalır. Çünki biz iştirak sözünü tələffüz eləyəndə elə iştirak deyirik, Q ilə deyirik, X deyirik demirik. Arı qızılgülün ləçəyinə qondu. Hamı alqışlarla bu təbrikə qoşuldu. Atası Maliki üzgüçülüyə yazdırdı. Burada birində görürsünüz keçdi, birində keçmədi. Çünki biz Malik sözün K ilə tələffüz edirik, amma üzgüçülük X diriklə tələffüz olunur. Bacısı mələyin köynəyini ütlədi. Bunların hər ikisi Y-yə keçir. Bəli, bu da son tapşırığımız idi. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.